Hansı maddələr alınır? Hidrogen peroksid manqan O2 iştirakında parçalansa. Su ilə O2. İndi kükürtlə giribsə X sudur, yoxsa oksigendir? Bu oksigendir. Onda deməli bu sudur. Su xlorla girsə H-xlor O2. H-xlor O, temperatur olsa H-xlor. SO2 ilə girsə SO2. SO2 də H2S-lə girsə kükürt plus su. Bizə deyir ki, maddələri tapın. Yox, hansı mərhələlər disproporsiyadır? Disproporsiyada bir element dəyişirdi, 1-dən 2-yə. Necə olacaq bu? Bu məncə birinci reaksiya ola bilər. Birinci reaksiya disproporsiyadır. Niyə uşaqlar? Oksigen burada -1-dir. Peroksid. Burada 0-dır. Burada da -2-dir. Bir dəfə 0-a gəlir, bir dəfə -2. Bir disproporsiyadır. Bir də uşaqlar 4 disproporsiyadır. Niyə? Xlor 0-dan bir dəfə -1-ə gəlir, bir dəfə -1-ə gəlir. Düzdür, fariq. Bu da disproporsiyadır. İkinci reaksiya 0-dan -2-yə və ya 0-dan müsbət bu molekullar arasıdır. Uşaqlar kim deyər? Üçüncü reaksiya hansı reaksiyadır? SO2 üstə H2S kükürt su. Bu hansı növə aiddir? Üçüncü yazdığımız əks söz-özünə aid. Əks söz-özünə aiddir. Bəli, Leyla, kommutasiya. Bizdən disproporsiyanı istəyir. 1 və 4 Y variantı. Uşaqlar 4-ə baxaq. 4-ü kim deyər?